Marnioli'də Azərbaycan evinin təşəbbüsü və təşkilatçılığı Azərbaycan Diasporuna Dəstək Fondunun dəstəyi ilə 27 sentyabr Anım Günü ilə əlaqədar Zəfərə gedən yol adlı tədbir və eyni adlı qısa metrajlı tamaşa nümayiş etdirilib. Tədbirdə Azərbaycan Respublikasının Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyev və səfirlik əməkdaşları, parlamentin deputatları, Marnioli meriyasının və bələdiyyə məclisinin struktur bölmələrinin rəhbərləri, ictimaiyyət nümayəndələri, gənclər, din xadimləri, Gürcüstan əsilli şəhidlərin ailə üzvləri və digər bir sıra qonaqlar iştirak ediblər. Mərasimdə Gürcüstanın və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Azərbaycan evinin direktoru Məhəbbət İmanov, Azərbaycanın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyev, parlamentin deputatı Zaur Darğallı və digər bir sıra natiqlər çıxış edərək 30 illik işğaldan sonra 44 günlük Vətən müharibəsinin tarixi ədalət günü olduğunu qeyd ediblər. Bildirilib ki, Anım Gününün təsis olunması Vətən uğrunda canından keçən qəhrəmanların xatirəsinə ali ehtiramın təsdiq edir. Həmçinin o da vurğulanıb ki, Anım Günü gənc nəslin vətənpərvər ruhda tərbiyə olunması və ölkə vətəndaşlarının birliyinin möhkəmlənməsi baxımından böyük əhəmiyyət daşıyır. Azərbaycan evinin təşəbbüsü təşkilatçılığı Azərbaycan Diasporuna Dəstək Fondunun dəstəyi ilə 27 sentyabr Anım Gününə həsr olunmuş Zəfərə gedən yol adlı tədbir, eyni adlı da Gürcüstan-Azərbaycan dilli məktəblilərin qısa metrajlı tamaşası nümayiş etdirildi. Təbii ki, tədbirimizdə dövlət və hökumət nümayəndələri, Azərbaycan Respublikasının Gürcüstandakı səfiri cənab Faiq Quliyev, Gürcüstan parlamentinin deputatı, Marniol bələdiyyəsinin sədr müavinləri, eləcə də din xadimləri, ictimaiyyət nümayəndələri, meriyanın və bələdiyyənin struktur bölmələrinin rəhbərləri iştirak edirdi. Tədbirdə əsasən bizim bilirsiniz ki, Gürcüstan əsilli 44 günlük Vətən müharibəsində Gürcüstan əsilli şəhidlərimiz olub. Allah qəni-qəni rəhmət eləsin və onların da ailə üzvləri iştirak edirdi. Tədbirdə iştirak edən şəhid Orxan Məhərrəmovun nənəsi Nazan Məhərrəmova və şəhid Bilal Qəmbərovun bibisi Qiyafət Qəmbərova da çıxış edərək şəhidlərin əziz xatirəsinin unudulmadığını və daim hörmətlə anıldığını bildiriblər. Hamınızdan çox razıyam. Allah hamınızı saxlasın. Onlar gəllə kimi sizə ömür versin. Qazilərimiz canı sağ olsun. Ölənlər şəhidlərimizə Allah rəhmət eləsin. Mən hamınızdan çox minnətdaram ki, siz bizi kimi anaları axtarırsınız. Hörmətlə yanaşırsınız. Hamınızın qarşınızda baş əyirəm. Çox sağ olun. Allah canınızı sağ eləsin. Allah sizdən razı olsun. Bugünkü günü mən bütün şəhidlərin şəhid nənəsiyəm. Bir təkcə öz şəhidimin şəhid nənəsi deyiləm. Bütün şəhid valideynlərinə, hamısına baş sağlığı verirəm. Canınız sağ olsun, Allah razı olsun. Hamınız zəhmət çəkdiniz, əziyyət çəkdiniz. Bizi buraya bir araya yığdınız. Biz də uşaqlarımız, Allah rəhmət eləsin şəhidlərə, onlar ölmüşdülər. Onlar yaşayırlar ədəbi. Onlar elə də yaşayacaqlar. Ona görə ki, mənim nəvəm də könüllü getdi. Getdiyinə də sevinirəm. Ona görə ki, pis yol seçmədi. Getdiyi yaxşı idi. Getdi. Nənələr, bacılar, balalar, körpələr, onların, o şəhid olanların vəstəsilə də hamısı bu işğal dünyada yaxşı yaşayır, yaxşı da yaşasınlar. Elə sevindim ki, gəldilər, hamısı burada səhnəcik qurdular. Elə bildim ki, şəhidlərimizi bütün yaşatdılar. Elə hiss elədim mən. Tədbirin ikinci hissəsində Gürcüstandakı Azərbaycan Dilli Məktəblər Birliyinin rəhbəri Esmira Ələkbərlinin müəllifi olduğu Zəfərə gedən yol adlı qısa metrajlı səhnə əsəri məktəblilər tərəfindən nümayiş etdirilib. Tamaşa Vətən müharibəsində Azərbaycan əskərinin göstərdiyi qəhrəmanlıq, xalqın birliyi və şəhidlərin fədakarlığı mövzusunda hazırlanıb. Sağ ol, ana. Ne oldu, ne yapmış tezcan? Ay baba, hiç korkmuyorsun. Ana, gedirəm işğal altında olan torpaqlarımızı azad etməyə. İllərdir kədərin göz yaşı altında islandıq. Dözə-dözə gücləndik. İndi isə vaxtıdır. Gedirəm işğal altında olan torpaqlarımızı, Qarabağı azad etməyə, ana. Gedin ay baba, Allah'a emanet olun. O torpaqda senin babanın ayak izi, nenenin çörəyinin ətri var ay baba. O torpaqda
atanın şəhid ruhu cümləmizin yurt həsrətləri ayrılır. Qeyd edək ki, tədbirin sonunda tamaşada rol alan məktəblilərin əməyi xüsusi olaraq qiymətləndirilib və onların hər biri Azərbaycan evi tərəfindən təşəkkürnamələrlə təltif olunub.